Salam dəyərli dostlar, kanalımın daimi izləyiciləri. Bugün sizinlə birlikdə firni hazırlamaq qərarına gəldim. Bunun üçün 1 litr soyuq südün üzərinə 1 armudu stəkanın başından biraz əskik, düyü unu, 1 armudu stəkan şəkər tozu əlavə edib qarışdırırıq. Ocağın altını vam xodla yandırıb südü ocağın üstünə qoyuruq və əlimizi saxlamadan yaxşıca qarışdırırıq. Firnini bəzi yerlərdə səhərlər uşaq yeməyi kimi hazırlayırlar. Lakin bəzi bölgələrimiz var ki, bayram süfrələrini firni ilə bəzəyirlər. Hətta üzür süfrələrində də firniyə rast gəlmək olur. Artıq firnimiz qaynamağa başlayır və biz əlimizi saxlamadan qarışdırırıq. Əlimizin altında qarışdırdıqca qatılaşdığını hiss edəcəyik. Qaynadıqca qatılaşır. Qatılaşdıqca hiss edirik ki, artıq bişib. Hazır firnini çömçə ilə dayaz boşqablara əlavə edirik. Boşqablara servis etdikdən sonra firninin üzərini darçın ilə bəzəyirik. Bu, insana xüsusi zövq verir. Hər kəs öz zövqünə uyğun boşqabların üzərini bəzəyir. Firnini həm isti, həm də soyuq halda yemək mümkündür. Axşamdan boşqablara servis edib üstünü bəzəyib saxlamaq olar. Səhər hal-hazırda orucluq olduğu üçün imsaq süfrəsində də yemək mümkündür. Hazırlayan hər kəsə nuş olsun. Abunə olmağı, like etməyi, öz dəyərli fikirlərinizi rəy bölməsində mənimlə bölüşməyi unutmayın. Əvvəlcədən izlədiyiniz üçün sizə təşəkkür edirəm.